Göstərilən xüsusiyyətlər hansı dəniz üçün səciyyəvidir? Demək, yüksək təzyiq qurşağında yerləşir, səhralarla əhatə olunur, iri çay tökülmür, tektonik qırılma zonasındadır. Demək, bəndlərimizə bir-bir nəzər salaq. Aralıq dənizi. Aralıq dənizi yüksək təzyiq qurşağında səhralarla əhatə olunur. Bir iri çay tökülmür, amma deyə bilərik ki, Aralıq dənizi ərazisində ətrafın hər tərəfi səhra saymaq olmaz. Çünki şimal hissəsi Cənubi Avropaya düşür. O ərazilər əslən coğrafiyalı meşə və kolluqlarla əhatə olunub. İri çay tökülmür yazıb. Bu ərazilərə məsələn Nil çayı deyə bilərik ki, elə Afrikadan dünyanın ən uzun çayı bura tökülür. Demək ki, bu yanlış bəndimiz olacaq. Oxud dənizi eee, Rusiya ərazisinə, yəni Avrasiyanın şərq sahilləri, Saktunya sahilləri düşür. Ümumiyyətlə heç o ərazidə səhra yoxdur. Eee, və Azov dənizinə baxırıq. Azov dənizi, demək ki, Ukraynanın cənubunda yerləşir və mülayim iqlim qurşağına düşür bu dəniz və o ərazidə səhralar yox, çöl, meşə, çöl və sairə kimi landşaftlar daha geniş yayıla bilər və orada da Don çayı məsəl üçün böyük çaylardan biridir ki, Rusiyanın bu əraziyə tökülür. Demək ki, bu cavab da yanlış bənddir. Qırmızı dəniz, bəli, bu dəniz, daha uyğun gəlir bura. Tropik ərazidə yerləşir, yəni yüksək təzyiq, ətrafı da səhralardandır. İri çay demək olar ki, bura tökülmür və sınma, yəni tektonik qırılma zonasında yerləşir. Demək ki, bizim orada doğru bəndimiz qırmızı dəniz olacaq.